Salam, değerli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində gözəl, səfalı ərazilərdən birində bax bu cür qəşəng 3 mərtəbə həyət evimizi sizə təqdim edirəm. Masazır qəsəbəsində yerləşir, əla və hündür nöqtələrdən birində, əsas prospekt yola yaxın ərazidədir. Evimiz tam şəxsi tikili evdir, 3 mərtəbə, 6 otaq. 2 sanitar qovşaq mətbəxdən ibarət olan şəxsi tikili bir evdir. Öz sahibi tərəfindən inşa olunub. Evin üzü ağlay daşla üzlənilibdir hər bir tərəfi. Evin də torpağında çıxarışı kupçası var. İpoteka və bank şərtlərinə tam uyğun vəziyyətdədir. Kimin ipotekası bank şərti uyğundursa, buyurub müraciət edə bilər. Əlimizdən gələn köməkliyi göstərək. 3,6 sot torpaq sahəsindədir. Həyətini görürsünüz, qəşəng böyük 3-4 maşın daxil olur. Bax, həyəti də bu cür ağlay daşla üzlənilib. Əkin biçim üçün, yaşıllıq üçün yer salınıb, qəşəng mütəmadi baxımlı olan bağı, bağçası var. Bu cür şam ağacları var. Evin də hər bir tərəfinə, yan tərəfindən, arxa tərəfindən 1 metr məsafə qoyulub. Memarlıq standartlarına, normativlərinə uyğun vəziyyətdədir. Burada bu cür hardasa 2-3 maşınlıq garaj var. Buranın ayrıca özünün kombi xətti var. İşləş vəziyyətdədir. Çox geniş bir ərazi. Bu da ağlay daşla üzlənilib döşəməsi. Evin qiyməti, hörmətli izləyicimiz, 235 min manatdan satışa çıxır. Real müştərilərə təbii ki, endirim olunacaq. Burada əlavə olaraq bir belə deyək ki, otaq yaşayışı çevirmək olar. Burada aşağı mərtəbənin özünə məxsus sanitar qovşaq hissəsi və bu isə mətbəx hissə. Mətbəxdəki mətbəx mebeli ilə təchiz olunub. Evimizdə hal-hazırda yaşayış yoxdur, amma yaşayış olub. Sənədli kupçalı, şəxsi tikili 3,6 sot torpaq sahəsində 6 otaqlı 3 mərtəbə çıxarışlı kupçalı həyət evimiz. Həyətini də görürsünüz, bax belə geniş formada. Burada əlavə olaraq saxlanıcı yeri var. Buradan da evin arxa hissəsinə keçib hərəkət etmək olur. Evin də xarici görünüşü bax bu cür. Evin içinə daxil olaq. Bakı-Sumqayıt magistrat trasına da yaxın ərazidədir. Evin içi çox geniş və səlis, səliqəli, təmiz, fərah təmiri olunmuş öz sahibi tərəfindən bir ev. Bu hol hissəmiz. Birinci mərtəbədə mətbəx, sanitar qovşaq, salon və əlavə istirahət otağı yerləşir. Bura yataq otağı da eləmək olar. Amma evin içində, hörmətli izləyicilərimiz, nə görürsünüzsə qiymətə daxil qalacaq. Burada bir uqlovoy divan var, kondisioner var, qiymətə daxil qalacaq. Evin istilik sistemi kombi ilə həyata keçir. Mətbəximiz genişdir, hardasa 16 kvadrat. Bax bu cür qəşəng bahalı mərmər döşəməli mətbəx mebelimiz var. Çox gözəl təmirlidir. Burada evin sanitar qovşaq hissəsi geniş, hər bir aksesuarla təmin olunub və ev 4 bir tərəfdən qoşa daşla inşa olunub. Əsas odur, çıxarış kupçası var. Evimizin salon hissəsi geniş, hardasa 40 kvadrata yaxın. Salonumuz çox geniş formada. Buradan yandan da görürsünüz, 1 metr qonşu divarı ilə aradan məsafə yerləşir. Salonumuz çox geniş, həqiqətən də çox geniş bir salon. 40 kvadratdan çoxdur, rahat. Qapılarımız baha, əsas odur, çıxarışı kupçası var, şəxsi mülkiyyət. İkinci, burada da pilləkənin altında saxlanıcı yerimiz var. İkinci mərtəbədə 4 yataq otağı, hol, balkon və sanitar qovşaq yerləşir. Bu hol hissəmiz qəşəng formada. Burada balkonumuz var, ikinci mərtəbədə. Balkon hissəsi öz həyətinə baxır. Bu cür qəşəng geniş formada. Bu bir yataq otağımız. Qəşəng. Təmirə ehtiyac yoxdur, gir yaşa bir evdir.
ikinci mərtəbədə olan sanitar qovşaq hissəmiz. Burada görürsünüz pilləkən hissə, çardağa buradan çıxış var. Hardasa 20 kvadratdan çox. Bax, bir yataq otağımız geniş. Bu isə digər bir yataq otağımız. Yataq otaqlarımız həddindən artıq böyükdür. Yeni xatırlam 3,6 sot torpaq sahəsindədir. Bu da əlavə bir yataq otağımız geniş. Kombilər işləş vəziyyətdədir. Bütün görürsünüz ikinci, birinci mərtəbə pəncərələr hamısı dəmir barmaqlarla əhatə olunub. 3,6 sotda Bakı-Sumqayıt magistral trasına, Masaz trasına yaxın bir ərazidə yerləşir. Evin də torpağında çıxarış küçəsi var. İpoteka bank şərtləri hazır olanların nəzərinə çatdırım ki, tam sizin bu meyarlara uyğun vəziyyətdədir. Buyurun, söz sizdə. Qiymət 235 min manat. Real müştərilərə yenə də qiymətdə təbii ki, endirim olacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.